Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə non-finite forms of the verb, yəni feilin təsriflənməyən formalarını öyrənəcəyik. Ümumiyyətlə təsriflənməyən nədir? Təsriflənməyən bərabərdir şəxsizə. Yəni feilin şəxsiz formaları feilin təsriflənməyən formalarıdır. Və ingilis dilində də feilin 3 dənə təsriflənməyən forması var. Məsdər, feili sifət və gerund. Məsdər ingilis dilində də infinitive, feili sifət ingilis dilində də participle və gerund isə de gerund adlanır. Ümumiyyətlə məsdər feilinin ismi xüsusiyyətini daşıyır. Feili sifət feilinin sifətin və zərfin xüsusiyyətini daşıyır. Gerund isə feilinin ismi xüsusiyyətlərini daşıyır. Yəqin ki, sizdə sual yaranır ki, yaxşı, məsdər də feilinin ismi xüsusiyyətini daşıyır. Gerund da feilinin ismi xüsusiyyətini daşıyır. Biz bunu necə fərqləndirəcəyik? Təbii ki, cümlədə işlənməsindən aydın olacaqdır, amma görünüş olaraq özlərini bildirirlər. Necə? Yəni məsdər cümlədə ya to hissəcikli olur, ya da to hissəciksiz olur. Gerund isə ing ilə işlənir. Yəni bununla da siz gerundla məsdəri bir-birindən fərqləndirə bilərsiniz. İkincisi, biz öyrənəcəyik bugünkü dərsimizdə yalnızca məsdər haqqında. Deməli, məsdər ingilis dilində nə oldu? The infinitive oldu və məsdər nə etmək sualına cavab verir. Məsəl üçün deyirəm ki, to read a lot of books is her hobby. Çoxlu kitablar oxumaq onun hobisidir. Nə etmək? Çoxlu kitablar oxumaq. Demək ki, nə etmək sualına cavab verir və cümlədə mübtəda, tamamlıq və ismi xəbərin alt hissəsi kimi çıxış edəcəkdir. İngilis dilində məsdər forma etibarilə 4 cür olur. To hissəcikli 2 cür olur, üzrlü sayın. 2 cür olur. To hissəcikli məsdər olur, bir də to hissəciksiz. Yəni məsdərin biri var to ilə yazılanı, bir də var tosuz yazılanı. Bu qədər sayda. Yaxşı, indi to hissəcikli məsdərin işlənməyinə baxaq. İngilis dilində 4 halda to hissəcikli məsdər istifadə etmək lazımdır. Birincisi cümlənin əvvəlində. Yəni cümlənin əvvəlində əgər mən məsdərlə başlamalıyamsa, mütləq to hissəcikli məsdərlə başlamalıyam. Cümlənin əvvəlində to hissəciyi ilə başlayırıq və mübtəda kimi cümlədə işlənir. Məsələn, to learn new information is her passion. Demək, bu cümlədə to learn ilə başladıq. Yəni, to learn-in yerinə sadəcə learn ilə başlasaydım, səhv sayılacaq. Deməli, biz əgər cümləyə məsdərlə başlamaq istəyiriksə, mütləq ki, to hissəcikli məsdərlə başlamaq lazımdır. İkinci işlənmə yeri sifətdir. Əgər sifət işlənibsə, sifətdən sonra to hissəciyi gəlməlidir. Məsələn, it is important to. Important nə deməkdir? Vacib. Necə sifət? Ondan sonra mütləq to işlənir. It is impossible. Qeyri-mümkündür. Nə etmək? To işlənir. Demək ki, sifət üstə gəlinsin to ifadəsindən istifadə edirik. Bu testlərə çox düşür. Necə edirlər? Məsələn, it is important yazırlar. Qalanını isə boşluq qoyurlar. Siz tamamlamalı olursunuz. Nə etmək lazımdır? Çox sadə. It is important gördük. Important olmasın, dəyişə bilər də, başqa sifətlər də istifadə edilə bilər. Fərqi yoxdur. Sifət gəlibsə, sifətin ardınca mütləq to hissəcikli məsdər seçmək lazımdır. Variantdan sadəcə olaraq to hissəcikli məsdəri seçirik. Və ya it was impossible to understand his feelings cümləsində it was impossible, yəni sifət gəlibdir. Sifətdən sonra to hissəcikli məsdərimizi seçirik. Əgər tosuz, yəni sadəcə understand yazsaydıq və ya testdə sadəcə to hissəciksiz məsdəri seçsək, bu səhv sayılacaqdır. Sifəti gördük, to hissəciklini yazmaq məcburiyyətindəyik və mürəkkəb tamamlığın 3 qrup feili olur. Birinci qrup, ikinci qrup və üçüncü qrup. Üçüncü qrup feillərdən sonra mütləq to hissəciyi gəlməlidir. Üçüncü qrup feilləri də əzbərləmək lazımdır. Bunlar ask, expect, tell, try, allow, order və s. Bunlar da üçüncü qrup feillərdir ki, bunlardan sonra da mütləq to hissəcikli yazmaq lazımdır. Məsələn, expect yazıb da burada to işlətmək lazımdır. Əgər işlətmirəmsə, bu səhv sayılacaq. Allow yazıb da to-yu işlətmək və ya variantlardan to-yu seçmək lazımdır. To hissəcikli olan məsdəri seçmək lazımdır. Bir də ingilis dilində bəzi feillər vardır ki, həmin feillərdən sonra həm to işlənə bilir, həm də ki ing, yəni gerund işlənə bilir. Yəni hər ing gerund sayılmır.
ING ilə bitən sözlər ola bilər ki, fe'li sifət də olsun. Sadəcə olaraq ismin xüsusiyyətini daşıdığına görə biz bilirik ki, orada gerunddur. Bunu da növbəti dərslərimizdə izah edəcəm. Nəysə, ingilis dilində bəzi fe'llər vardır ki, həmin fe'llərdən sonra həm to, həm də ki ING, yəni gerund işlədə bilərik. Necə biləcəm, necə seçəcəm? Əslində bunun qaydası, yəni əzbərləmək məncə biraz çətindir. Çox şagird də qarışdırır bu sözləri. Çox sadə bir üsul var. Bu da nədir? His və başlanğıc bildirən fe'llərdən sonra to və ing yazmaq mümkündür. Yəni diqqət eləyin, ikisini birdən yazmayın zəhmət olmasa. Ya to artırın, ya da ki ing artırın, ikisini birdən yazmaq olmaz. His və başlanğıc bildirən, məsəl üçün like xoşlamaq bir hissdir. Demək ki, bundan sonra həm to, həm də ki ing işlənə bilər. Və ya hate, nifrət etmək bir hissdir. Demək ki, bundan da sonra həm to, həm də ki ing, yəni gerund işlənə bilər. Və ya start başlamaq, begin başlamaq. Bunlar da başlanğıc bildirirlər də, elə deyil. Demək ki, bu sözlər də həm ing, həm də ki to qəbul edə bilər. Məsələn, he started to eat his pizza cümləsində startdan sonra to yazmışam, tamamən düzgündür. Və bu birisi tərəfdə isə start eating yazmışam, yəni ing artırmışam, bu da tamamən düzgündür. Dediyim kimi, diqqət eləyin, bu fe'llərdən sonra ya to, ya ing, amma ikisini birdən yazmaq olmaz. Deməli, 4 halda to hissəciklə məstər yazırdıq. Bir də təkrar keçək üzərindən. 1. Cümlənin əvvəlində işlənibsə, mübtədə funksiyasındadırsa, to yazırıq. Sifətdən sonra to yazırıq. 3-cü qrup fe'llərdən sonra to yazırıq. Həm deməli, gerund, həm də ki to işlənən fe'llər, yəni his başlanğıc bildirən fe'llərdən sonra to və ya ing yazırıq. Bir də var to hissəciksiz məstərlə işlənənlər. Yəni hansı fe'llərdən sonra məstər yazırıq, amma to hissəciksiz yazmalıyıq. Mürəkkəb tamamlığın birinci qrup fe'lləri, bunlar da 2 dənə idi də, let idi, bir də make idi. Let və make-dən sonra tosuz yazmaq lazımdır. Məsələn, she let me introduce myself cümləsində nə etdi? Deməli, let işlənibdi deyə burada introduce yazdıq. Yəni burada to introduce işlətməyə ehtiyac yoxdur. İşlətsək də səhv sayılacaqdır. Let-dən sonra tosuz yazırıq. Make-dən sonra tosuz yazırıq. Təbii ki, bunlar da zamana və şəxsə görə dəyişəcəkdir. Bir də ikinci qrup fe'llər var idi. Mürəkkəb tamamlığı keçəndə ikinci qrup fe'llər hansılar idi? Hear, see, feel, observe və s. Bunlar da ikinci qrup fe'llərdir. İkinci qrup fe'llərdən sonra həm tosuz, həm də ki ing-li yazmaq mümkündür. Yəni ikinci qrup fe'lləri də yadda saxlamaq çox asandır. Bizim hisslərimizlə bağlı olan fe'llər ikinci qrup fe'llərdir. Məsələn, duyğu üzvlərimizlə, daha doğrusu, hear nə deməkdir? Eşitmək. Nə ilə eşidir? Qulaqlarımızla, duyğu üzvümüzlə bağlıdır. See, görmək. Nə ilə görürük? Gözlərimizlə, duyğu üzvlərimizlə bağlıdır. Deməli, duyğu üzvlərimizlə bağlı olan fe'llərdən sonra tosuz və ya ing-li. Yəni, testdə siz tutalım ki, seu işlənibdir. Variantdan ya tosuz olanı, məsələn, sadəcə voku seçirik. Vok yoxdursa ing olanı seçirik. Amma to hissəcikli olanı seçə bilmərik. Bir də köməkçi fe'llərdən sonra hansılar idi? Do, does, did, shall və will-dən sonra to yazmaq olmaz, tosuz işlətməliyik. Yəni she will to travel yazsaq səhvdir. Will-dən sonra tosuz yazmaq lazımdır. Bir də modal fe'llərin əksəriyyətindən sonra to hissəciksiz məstər gəlir. Can, can-in keçmişi could, must, may-in keçmişi might və s. Bunlardan sonra to hissəciksiz yazmaq lazımdır. İstisnalar əlbəttə ki vardır. Able, have və ought-dan sonra to yazmaq olar yazmışam, amma yazmaq lazımdır ümumiyyətlə. Yazmalısınız, yəni işlətmək lazımdır. Deməli, 4 halda da to hissəciksiz yazırıq. Təkrar üzərindən keçək. Birincisi let və make fe'llərindən sonra, ikincisi ikinci qrup fe'llərindən sonra tosuz və ing-li yazmaq lazımdır. Köməkçi fe'llərdən do, does, did, shall, will-dən sonra tosuz yazırıq. Modal fe'llərdən can, must, may, need və should-dan sonra to hissəciksiz yazırıq. Amma able, have və ought-dan sonra to yazmaq lazımdır.
Bir də bu qeydə fikir verin. Bu qeydi niyə yazmışam? Fikir versəniz görərsiniz ki, ING-lərin üstündən burada xətt çəkmişəm. Onu demək istəyirəm ki, yəni bir sözə ya to artırmaq lazımdır, ya da ING. Eyni bir sözə hər ikisini bir yerdə artırmayın zəhmət olmasa. Yəni bir məsdərə ya to artırarıq, ya da ki to-yu silib sonuna ING yazarıq. Amma hər ikisini birdən edə bilmərik. Bir də ingilis dilində 3 dənə sözün işlənməyinə xüsusi diqqət etmək lazımdır. Biri var had better, would rather, bir də ki would prefer. Bunların qısa forması apostrof d formasında yazılır. Məsələn, gəlin birinci cümləni götürək, qısa formada yazım, sonra da izah edim. Would rather-ı qısa formada yazsaq apostrof d formasında yazmalıyıq. Bu hamısı bu formada. Had better da eyni yazılır. Məsələn, I apostrof d better, she apostrof d better. Hamısı apostrof d formasında qısaltmaları istifadə edirik. Bir də bunların işlənməyində nəyə diqqət eləyəcəyik? Had better və would rather-dan sonra to-suz yazmaq lazımdır. Çox sadə. Would rather-ı görürsüz birinci cümlədə. Burada to read yazsaq artıq səhvdir. Testə düşübdür, tutalım ki, had better, would rather. Bunlardan sonra nəyi seçirsiniz? To-suz məsdəri. Yəni burada ING-dən söhbət getmir. Diqqətli olursunuz. To hissəciksiz məsdərimizi yazmaq lazımdır. Yəni testdə had better düşübdür. Variantdan baxırsınız, hansında to yoxdur, onu seçmək lazımdır. Təbii ki, ING-siz olmalıdır burada. Amma would prefer-dən sonra to hissəcikli məsdər işlənməlidir. Testdə də məsələn would prefer kimi bir ifadə düşübdür. Deməli burada to hissəciyi yazmaq lazımdır. Məsəl üçün she would prefer, görürsüz to yazmışam. Burada da to-yu seçirik. Deməli had better, would rather-dan sonra to hissəcisiz yazırıq, amma would prefer-dən sonra mütləq to işlənməlidir. Bəs bunların mənaları nədir? Mənaları əslində günlük ingilis dili danışığında çox istifadə edilir. Had better eləsəm yaxşı olar mənasındadır. Məsəl üçün deyirəm ki, otağımı yığışdırsam yaxşı olar, dərslərimi oxusam yaxşı olar. Bu mənada had better ifadəsindən istifadə edirik. Məsəl üçün, she had better clean her room, otağını yığışdırsa yaxşı olar mənasında işlənir. Digər biri isə would rather-dır. Bəs would rather-ın mənası nədir? Bu da daha çox istəmək mənasında işlənir. Məsələn, kimsə bizi çağırır sinemaya getməyə. Biz axı evdə qalmaq istəyiriksə, məsələn, deyirəm ki, I would rather stay at home. Mən evdə qalmağı daha çox istəyirəm də sinemaya getməkdənsə. Would prefer-də üstünlük vermək. Məsəl üçün, nəsə bir hadisə baş veribdir. Məsəl üçün, orada deyirəm ki, mən menecerlə danışmağa üstünlük verirəm. Yəni, onu sizlə həll edə bilmirəm, onunla danışmağa üstünlük verirəm. Bu mənada işlənir. Məsələn, she would prefer to apply the court. Deyir, o məhkəməyə müraciət etməyə üstünlük verir.